Yeni gündən hər kəsə salam. Necəsiz kanalımın gözəl xanımları? Hoş gəlmisiniz yeni bir videoya. Qarşıdan gələn yeni iliniz mübarək. Bizə yeni il bu qədər gələ bilibdi. Ancaq bunları bəzəmişəm. Yox, qurmadıq bu il. Neysə, uşaqlar böyüyüb deyə artıq həvəsləri yoxdur, istəmirlər. Mən də ancaq oturduğum yeri belə gözəlləşdirdim. Biraz gözümüz, könlümüz açılsın deyə. Əsas mən bunlardır. Bunları da belə biraz da bəzədim. İlk işim qazı təmizləmək oldu. Qazı 10 ildən çoxdur işlədirəm deyə üstündə çay isidəndə də qaralır. Günə necə başladımsa elə videonu da sizin üçün elə açdım. Qazı təmizlədim, yemək yedik, sonra paltarları qoydum və çıxdım. Havanın gözəlliyinə baxın. Çıxdım. Gəldim bura Astanovkaya. Alınası bir iki şey var. Bir də telefonumun kreditinin vaxtı çatıb. Hər səfər bacımla çıxanda ödəyirdim telefon kreditini. Bu səfər acəmdə Baku Elektroniks yox idi. Dedim sonra ödəyərəm. O da qala qaldı. 31 axırıncı gündür. Gedim ödəyim. Bulutların gözəlliyinə baxın. Çox gözəl hava var. Yaxşı ki bugün çıxmışam bayıra. İnsan baxanda xoşbəxt olur. Avtobusu gözləyirəm gəlsin. Düzdür, hava soyuqdur. Danışdıqca ağzıma soyuq dolur. Qəşəngdir hava. Buranın ödənişini ödədim. İndi buradan da düşüm azadlığa piyada. Eyni zamanda yürüyüş olsun. Tort gəldi deyə bugünə. Mən bugünün yürüyüşünü yeriyə bilməyəcəm. Gəldim tort ləvazimatlarına. Düzdür, elə bir iki şey almasıydı. Amma yenə də vacib idilər. Gəlmişkən biraz sizin üçün də çəkdim. Bayramdır deyə burada hərəkət eləmək olmur. Hətta kassada növbədə gözlədim. Adam çox idi. Hər kəs çıxıb ki, nəsə alsın. Tort ustaları olmasalar da indi ev içində bişirmək lazımdır. Ona görə xanımlar, bəylər çox idi bugün mağazada. Burada qızlar başlıqlardır, rənglərdir, qida boyalarıdır. Bunları çəkdim sizin üçün. Bayramın gəldiyi bazarlardan bilinir. Yəqin ki bunlarda hindişka olur. Amma mən hindişka ətini heç sevmirəm. Gəldim Adapazdan, bir manatlıq mağazadan belə yolka kəsicilər aldım. Neçə ildə elə fikirləşirəm, alım. Axır bu il götürdüm. Bir dənə belə figür götürdüm. Bunda heç yaxşı çıxartmayıblar gəlibdə. Amma yenə olsun, 90'dır. Tortun üzərində ondan var idi. Belə bu qədər qırmızı şəkər xəmiri götürdüm, 1 manatlı. 2 dənə əlcək götürdüm. Bunlar ayrıca satılır 20 qəpiyə. Kandilini götürdüm. Neçə vaxtdır istifadə edirəm. Elə ağlımdadır ki, alım yadımdan çıxır. Dedim götürüm, birdən qutarar pis yerdə. Kandilinsiz qalaram. Limon götürdüm. 3'ü 1 manata. Bir də tort ləvazimatlarından 1 manata belə bir paska əlcək götürdüm. Bilirsiniz də bunu əvvəllər mən 1 manatlıq mağazadan alırdım. Oradakılar qısa olur xanımlar. Bu da qalır əlin burasında, tam girmir. Amma bunlar qəşəng olur, bura kimi gəlirlər. Ona görə daha o 1 manatlıq mağazadan götürmürəm. Elə bunu götürürəm. Aldıqlarım bunlar. Əsas getmə səbəbim bu idi. Çünki tortun dediyim kimi üzərində var bundan. Bir də ki kredit ödəyirdim. İşlərimi həll elədim, gəldim. İstəyirəm peçeni hazırlayayım. Görüm hazırlaya biləcəm. Keçək. Biraz da istirahət edeyim. Yoruldum. Baku Elektroniksdən azadlığa piyada getdim. Sonra gəldim Paşulkada düşdüm. Paşulkadan da evə gəldim. Piyada. Ona görə biraz da yorulmuşam. Biraz da istirahət. Sonra keçək işlərimizə. Fırran. O keçən səfər aldıq dedim intihası. İnci divanda oturdun, divanı nə günə saldın? Şey eləmədim, göstərmədim. Qəşəngdir. Gedə bilərsən. Sağ ol. Bayramdır deyə mamanın ürəyi dözməyib, mənə yenə belə balaca bir veş göndərib. Mama dedi ki, bəs bayram gəlir, sənə bir dənə qaz göndərim, qazım var. Özünə bir dənə kəsib özlərinə.
Bir dənəsində mənə göndəribdi. Dedim göndər, hə, nə göndərsən? Dedi heç, bir dənə qaz göndərirəm. Və bu da heçin nəticəsi. Belə bir meşoy. İçərisində kartof soğan var, altı soğandır, üstü kartofdur. Bu hələ mənə heç göndərdiydi, hə, heç nə göndərməyib. Orada almanı yığdım, orada yarpaqları zat tökülüb üstünün. Belə 2 dənə alma. Bir bu məşhur, neydi bunun adı? Qızıl Əhmədi alması. Öz bağımızdandır. Bir də digər bu almalardan. O qədər soyuqdular ki, soyuq adamın əlinə vurur. Buradan da soyuqdan üstündə buxarı əmələ gəlir. Yığdım belə. Dediyim kimi, bunda da kartof soğandır. Süd göndərib bir 5 litr. Gül kələmi. Deyir yer olmadı, 2 dənə qoyacaqdım. Deyirəm nə doldurmuşsan ki? Nə bilim, deyir yer olmadı, yoxsa buna 2 dənə qoyacaqdım. Göyərti qoyub ispanaq. Sabah bunu qəşəng pişirim, yeyək. İspanaq neçə vaxt yemirəm. Burada da soğan var, yaşıl soğan. Şeydi, pişmişdi, bir də ki süyüddü. Bu əsas mənim üçün maraqlı olan yaşıl soğandır. Buranın soğanlarının heç biri, yəni nə qədər almışam, dırnaqlarımı da düzəltdirməmişəm. Çox çirkin görünür, baxmayın onlara. Soğanlar heç biri rayon soğanının dadını vermir. İnan ki, adam belə bir neçə müddət burada yeyib, sonra gedib orada yeyəndə onu da başa düşür. Onun ləzzətini əzgin göndərib. Yarısı dəyib, yarısı dəyməyib. Bu arada evdə də pusuz konsert gedir. Arxadan da yəqin ki səsləri eşidirsiniz. Bundan da birini yedim. Soyuq olsa da soyuq yedim getdi. Qəşəngdir. Bir də ki yadınıza gələr. Navesin altında çəkmişdim bu xurmaları. Onlardan göndərib mamam. Bilmirəm tam quruyubdu mu? Elə ipli zadda göndəribdi. Qəşəng də bunlar da ləzzətli olur. Hələ mamanın əlindən olanda vapşi ləzzətli olur. Allah canlarına dəyməsin. Allah bütün valideynlərə uzun ömür, əsas da sağlam ömür versin. Onlar nə qədər ki var. Biz hələ ki uşağıq. Doğrudan da kimin atası, anası var, o hələ də uşaqdır. Allah böyüksüz eləməsin bizləri. Belə yerləşdirin bunları. Deyirəm ki, mama deyirəm, hardan bildin südüm qutarıbdı. Südün axırıncısını o gün çıxartmışdım. Aşağı gedəsidir. Burada qalsa cücərər. Yığışdırım tez. Bir dənə tortum var, onu yığasıyam. Sizə göstərmişdim. Biskviti hazırlamışam. Belə qəşəng yumuşaq biskvitimiz var. Bunları yerləşdirim, gətirim tortu yığaq. Ev içində Napolyon hazırlayıram. Xanımlar daha çəkmədim, çünki sifariş tortum da var idi. İşlər bugün çox idi. Bu da kremini hazırlayıram. Bizdə ancaq yoldaşım Napolyon xoşlayır. Ona görə də Napolyon hazırladım. Da dediyim kimi bunu da çəkmədim. Reseptini istəsəz Nərgizin günlüyü Napolyonun hazırlanması yazsaz çıxacaq bunun resepti, hazırlanması. Bütün nöqtəsinə, vergülünə kimi oradan baxa bilərsiniz. Neçə gündür aylıq bazarlığa getmək istəyirik. Bayram bazarlığına getmək istəyirik. Amma hər gün nəsə çıxır. Nəhayət bugün getməyi başardıq. Bir kaset belə yumurta götürdüm. 3 dəfə bu konfetdən aldıq. Burası 20 manat idi gündəlik olacaq. Uşaqlar üçün bir dənə kalbasa daha götürübmüş. Pendir götürdüm. Dedim yenə salatların üstünə lazım olar. Zeytin götürdük, bir dənə yağda zeytunuydu. Soyğun sinəsini götürdük. Alça götürdük aş üçün. Simetan götürdük. Bu da 2 manat neçə qəpik idi. Endirimə düşmüşdü. Bayram qabağı sayda da qəşəng endirimlər olur. Duz götürdüm. Yenə anfet götürdük. Oranın işçilər təriflədi ki, bu çox gözəldir. Elə bundan götürdük. Bir dənə bundan götürdüm. Bu da endirimdə idi. İnci sevir bunu da. Vanil qabartma götürdüm. 12 qəpik idi. Bizdə məhəllədə biri 20 qəpikdir. Götürüm. Vanilli qabartmadır, belə şeyləri. Maya götürdüm. Həmişə o yaşıl olandan götürürdüm. Bu səfər ondan yox idi. Bundan götürdüm. İnciyə gözüm gördüyü
markaların lattelerini götürdüm. Orada kofe istemişti. Şokolattan götürdüm. Sakura. Bu da geçerli. Hoşuna gelir. Böyle şokolat götürdük. Bunlar teze getirmiştiler markete. Hem standart yeni konfetler olurdu. Şokolatlar olurdu daha doğrusu. Bunu yeni getirmiştiler. Benim sevimli bibimizden götürdüm. Bir şey şokolattı. Sırf şokolattı. İçerisinde hiçbir natingası yoktu. Böyle erik götürdüm. Biraz aş için. Bir tane Galina Blanca götürdüm. Spagetti pişirende istifade edeceğim bunu da. Bir tane Alpen Gold götürdüm. Bunlar da indirimdeydi. Bibi 2 dənədir ki. Çox yəqin ki yoldaşım ayrı götürüb, mən ayrı götürmüşəm. Niyə 2 dənədir? 2 dənə bibi çıxdı. Belə bu konfetdən götürdüm. Bilmirəm bu da necədir. Bundan da istifadə eləməmişdik. Bunu da çox yəqin ki yeni gətiriblər. Bir də qaynanamın sevimli konfeti. Ancaq bundan sayısı. Bundan götürdük. Bunun kilosu da 6,95 qəpikdir. Onu koydum yerine. Demək olar ki evdə heç nə qalmamışdı. Ona görə hər şeyi götürdük. Spagetti götürdüm. Belə balıq qulağı götürdüm. Buna birinci səfərdir götürürəm. İndirimdəydi. Dedim görüm necədir. Rəngi də qəşəng görünürdü. Bir dənə bundan götürdük. Oğlum xoşlayır. Yumurtanı ketçupla yeməyi. Belə acılı bir dənə ketçup. Yine incinin kofesi. Kofe. Belə konfet götürüp. Hardal konservası götürdüm bir dənə. Sevimli mayonezimiz. Mama deyir 2 gündür deyir axtarırıq. Gülü də axtarıb, mama da axtarıb. Bundan tapa bilməyib. Axırda gülü başqasını götürübdü. İçində ən gözəli odur. Hər səfərində tərifləyirəm, düzdür. Çünki o birisiləri 2 gün qalmamış salat su verir. Amma bu çox gözəldir. Bulgur götürdüm. Tamaşa birisi götürdüm. Əvvəl İran qaymaqlarını götürürdük. Daha tünd rəngdə olurdu. Bu səfər də gördüm bunlar var. Bundan götürdüm 2 dənə. Bundan götürdüm. Say götürdüm bir dənə. Bunlar üçün şokimaki. Yumurta büyük. Un. Masalka götürdüm. Hem renkliler hem sadeler için bingo. Temizlik salfetkası götürdüm. Götüren sürmək için belə dəsmallar götürdüm. Panelin başka cürünü çıxardıblar. Bunları götürdüm. Şimdi zorak götürdüm. Qozqıramımız xarab olmuştu. Bir dənə qozqıram. Perenoska götürdüm. Tuvalet kağıdı. Domestos götürdüm bir dənə. Neçə vaxt idi mavi güc yox idi. Gəlib mavi güc götürdüm. Hamamı təmizləmək üçün, gündəlik təmizlik üçün. Şampun götürdüm. Saçımızdan yuyuram. Qap sitkası götürdüm. Diş pastası. Bir də ki əl sabunları. Bir dənə də daş. Soklar götürdük yeni il üçün. Bir də bitki yağı götürdüm. Mənim soyuducum balaca olduğuna görə bu aşqaralığı da yanına qoyuram. Bir də məhəllədə belə qəşəng lavaş satırlar. Çalışıram çörək yeməyim, yeməkləri lavaşla yeyirəm. Onu da yenə soyuducuda saxlayanda bir həftədə qalsa xarab olmur. Allah hər kəsə alım gücü versin. Heç kimi övladlarının, sevdiklərinin yanında üzü qara, başı aşağı eləməsin, istədiklərini alıb yedizdirə bilsin. Aldıqlarınıza Allah bərəkət versin. Doğrudan da hər şey çox bahalaşıbdır. Bu dövrdə gedib belə adam ürəyincə tam bazarlıq eləyə bilmir. Onu da qoydum. Baxın, bir dənəsini kənarda qoymuşam. Belə bir yavaş-yavaş yığdıqca baxıram ki, nə qədər kənarda qabartma vanil qalıb. Hər səfərində düşürdüm, bir təzdən qoydum. Digər ərzaqları da tez-tez keçim yerləşdirim. Çox vaxtınızı almayın qızlar. Kofeleri belə stəkana yığıram inci üçün. Gedib gəlib içir. Bunları götürdüm. Bunları da həmişəki kimi qabilyanın altına yığıram. Belə maçalka götürdüm. Onu da
Hər səfərində baxıram ki, biraz böyük olsun, əlimə böyük masalka gəlsin. Balaca masalka olanda heç sevmirəm. İndi də ki, bütün masalkaları balacalaşdırıblar. Düzdür, böyüklər o birisindən hardasa 1 manat qədər bahadır, amma o olsun yenə də. Əsas odur ki, adam qabları yuyəndə belə, necə deyirlər, ürəyinə tam yatsın ki, hə də təmiz oldu qablar, hər tərəfini şampunlaya bildim. Qreçka bu bulgur qablarının üstündən təmizləyirəm. İstər-istəməz götürəndə adamın əlindən ya su ləkəsi mi olur, ya nəsə olur. Bunları da qəşəng nəm salfetka ilə sildim, təmizlədim. Yumru düyünü də həmçinin. Əvvəllər bu qablar 1 manata idi. 1 manatlıq yerdən bəyənib almırdım ki, balacadır. Sonra da ikinci səfər gedib alanda baxırdım ki, yoxdur. Peşman olurdum ki, niyə çox almamışam. Birinci səfər böyük qab aldım, bu qabın böyüyünü. Onu da azaldım. Sonra getdim ki, o yoxdur. Nərmanova gedirdim. İncinin dişi üçün gedib gəlirdik. Sonra bundan götürdüm. Bəyənmədim ki, bu balacadır. Bundan götürdüm. Sonra baxdım ki, yox. Bu da qutarıb qalmayıbdı. Unu doldurdum. Pesoku doldururam. Qablarına bizim evdə biraz nəmişlik var deyə belə nəsə qaralmalar verir. Bunları yerləşdirdim hamısını. O birisi tutmadı təbii olaraq. Bunu da tökdüm. Bir dənə də dediyim kimi tortum var. Ona görə də tez-tez hərəkət edirəm ki, bunları yerləşdirim. Burada qızlar, bu da 1 manata birinci aldığım bu idi. Buna da paraşoku yığıram. 2 dənədir düzdür bundan. Birinə ağları, birinə rəngləri yığıram. Amma bu səfər üçün həm rəngli, həm ağ üçün eyni qab götürdüm. Daha doğrusu eyni paraşok götürdüm. İkisinə axır vaxtlar elə ikisinə də eyni istifadə edirəm paraşoku. Bir dənə ağardıcı götürürəm. Əlavə persol, ağlar olanda əlavə persol qatıram. Ərzaqların hamısını yerləşdirdim. Dediyim kimi Allah hər kəsə alım gücü versin. Xanımlar, bu salafanlardan da zibil salafan kimi istifadə edirəm. Bu yumruladıqlarım böyükdür. Balacaları isə belə döşkünc edirəm ki, qatışdırmayım. Bir də zibilə lazım olanda hamısını bir-bir açmayım. Keçdik tortun hazırlanmasına. Gördüyünüz kimi çəhrayı rəng var, açıq göy rəng var, sinli rəng var. Sinlinin içərisinə biraz da qara qatmışam. Rozvi rəngim də bardovu alınıb. Bir də açıq sinli rəng hazırladım. Tortun üzərinə belə oradan-buradan gördüyünüz şəkildə qoydum. Tam açıq-açıq necə hazırladığımı çəkmişəm sizlər üçün. Bu şəkildə sıvıyıram. Boş qalan yerləri yenidən doldururam. Açıq rəng kremlə. Ağ rəngin içərisinə biraz yenə bu bardovu rəngdən qatdım ki, açıq rozvi rəngi olsun. Baxdım ki, çox qırmızı olub bardovu rəngim. Əslində rozvi olmalı idi. Sadəcə rəng vermir deyə bu tünd bardovu götürmüşəm rozvi rəngi almaq üçün. Onu da çox qatmışam. Belə bardovu qırmızımtul bir rəngi alınıb. Qızlar, gördüyünüz kimi el oradan-buradan qoyub sıvıyanda avtomatik Galaxy formasını alır tortumuz. Belə baxanda deyirsən ki, çətin tortdur, amma işlədikcə görürsən ki, yox, adamın gözünü qorxduğu qədər çətin tort deyilmiş. Oradan-buradan da ağları qoyuram ki, üzərində biraz ağ cizgilər olsun. Necə deyərlər, saman yolunu göstərmək üçün. Bu şəkildə sıvadım. Ağlar gözümə biraz az gəldi. Yenidən ağ şantidən qoydum üzərinə. Sıvıyıram. Bu arada tortu 7 yumurtadan hazırladım. 22 diametrdə. Qızlar, şantinin içərisinə biraz su tökdüm. Durulaşdırdım. Baxın, görürsünüz, fırçanı batırıram. Fırça ilə bu şəkildə üstünə çiləyirəm. Danışa da bilmədim. Tortumuz belə alındı. Baxın, çilədikcə üstünün ağları artır. Qızlar, bunun gözəlliyinə baxın. Əsl Galaxy oxşuyurdu oradan da. Birinci səfərdir, biraz tərəddüdüm var idi, amma qəşəng alındı və arxa fon. Arxa fona baxılası deyil. Neçə cür krem qatışdırmışam sırf bunu almaqdan ötürü. Buralar hamısı birində. Dəhşət və əlim. Əlim də dəhşətli gündədir. Burada da biraz ağ kremim qalıb. Qutardım. Gətirim bir dənə üstünü yazsın da yazım. Kainat hər halda şirkətin bir filialının mı adıdır, yoxsa nəyinsə adıdır. Ona uyğun belə kainat tortu hazırladıq. Gətirim yazılarını da yazım, qutarsın. Saat üçü ona işləyib, onda təhvil verməliyəm. Bu ulduz kəsənlə üzərinə ulduzlar kəsdim. Ən balaca
Tayid ulduz kəsənin. Belə oldu. Üzərinin yazısını yazdım, kandrinlədim. Tortumuzun son halı da bu şəkildədir. Sizcə necə alındı? Fikirlərinizi yazıb, videonu bəyəndinizsə bəyənməyi unutmayın. Hələlik sağ olun, sağlıqla qalın, gözəl bacılarım.